Hər vaxtınız xeyir, belə bir sualın izahına baxaq. Alüminium kislorod 3 dəfə. Deməli, molekul üçün hansı ifadə doğrudur? İyon rabitələrin sayı deyir 2 Avogadrodur. İyon rabitələrin sayını ümumiyyətlə necə tapırıq? Deməli, alüminium 2 SO4 3 dəfə. Deməli, alüminium valentliyi neçədir? 3 valentdir. Sadəcə 2-ni 3-ə vurursunuz 6. Yəni iyon rabitələrin sayı 6. Valentlik vurulur saya, yəni nə qədərsə 2 dənə deyə 2 vurdunuz 3-ə. İyon rabitələrin sayı 6 oldu. Sonra kovalent rabitələrin sayı nə qədər olacaq? Kovalent rabitələrin sayı isə ümumi rabitə nə qədərdir? Ümumi rabitənin tapılması isə oksigen valentliyinin sadəcə sayına vururuq. 4-ü 3-ə vururuq, 12 vururuq 2-yə 24. 24 dənə ümumi deməli mənim rabitəm var, ümumi rabitəmdir. Sadəcə mən bundan çıxmalıyam, 2-ni vururam 3-ə 6-nı, iyonu çıxmalıyam ki, görüm nə qədər kovalent qalıb. 24-dən 16-nı çıxardıqda 18 Avogadro olur. Ona görə 18 bu doğrudur. Deməli, üçüncüdə rabitənin yaranmasında iştirak edən elektronların sayını deyir. Deməli, rabitənin yaranmasında iştirak edən elektronların sayı ümumi rabitənin sayını tapıram yenə. Yəni, ümumi rabitənin sayı nə qədərdir? Dediyim kimi, ümumi rabitənin sayı sadəcə 3-ü 4-ə vuranda 12, o da vururam deməli valentliyinə, yəni oksigenin valentliyinə. Eləyir 24. 24 rabitə var və elektron sayısı 2-dən olur hərəsində də, düzdür? 24-ü 2-ə vuranda 48 edir, amma 40 Avogadrodur. Yəni 48 olmalıydı. Təşəkkür edirəm. Burada yəni bizdən soruşanda ki, ümumi rabitə nə qədərdir? Sadəcə oksigenin sayını vururuq valentliyinə. 4-ü 3-ə vururuq, 12 vururuq 2-yə 24. Amma desə ki, kovalenti tap, onda biz gərək iyonu çıxaq. Yəni 2-ni vurmalıyıq 3-ə 6. 24-dən 6-nı çıxırıq, 18 dənə də kovalent var. Atomların sayı da ki, yəni atomların sayı artıq alüminium kislorod 3-də nə qədər atom var? Deməli, 2 dənə alüminiumdur. Oksigenlə kükürt burada 5. 5-i də vururam 3-ə 15. 15-in 2 gələni də 17 Avogadro. Yəni bu da doğrudur. Deməli, cavab olacaq 2 və 4.